Bismillahirrahmanirrahim. Salam əziz və hörmətli televiziya tamaşaçıları, hər vaxtınız xeyir olsun. Bir daha xoş gördük sizləri. Hər birinizə salamlarımı yetirirəm. Əziz tamaşaçılarımız, əgər xatırlarsınızsa biz ötən verilişdə Ali İmran surəsinin 61-ci ayəsi haqqında söhbət etmişdik və qeyd etmişdik ki, bu ayə mübahilə ayəsinə məşhurdur və xatırlatdıq ki, mübahilə ayəsi İslam dininin həqqaniyyəti və haqq olması haqqında və həmçinin Əhl-i Beytin fəziləti və üstünlükləri haqqında nazil olan bir ayədir. Və əgər xatırlarsınızsa, dəyərli və möhtərəm qonağımın vasitəsilə bu ayə haqda geniş şəkildə siz əzizlərin nəzərinə məlumat çatdırdıq. Amma təəssüf olsun ki, vaxtın darlığından bu ayə haqda bəzi ortaya qoyulan suallar geniş şəkildə cavablandırmadı. Amma istəyirik biz bugünkü verilişimizdə yenə bugünkü verilişimizi bu ayəyə həsr edək və bu ayə haqda ortaya qoyulan sualları geniş şəkildə cavablandıraq. Və istərdim bugünkü verilişimizin qonağını, hərçənd ki artıq sizlər onu tanırsınız, siz əzizlərimə təqdim edəm. İnşallah sonra verilişimizə davam edərik. Bugünkü verilişimizin qonağı Hüccətülislam vəl-Müslimin Eldar Əli Hüseynzadədir. Eldar müəllim, sizi ürəkdən salamlayır və xoş gəldin deyirəm. Əleykumussalam və rəhmətullahi və bərəkatuh. Mən də sizi, Azər müəllim, həmçinin hörmətli tamaşaçılarımızı salamlayıram. Allah təbarək və tealadan inşallah bu müqəddəs günlərdə özümüzə və tamaşaçılarımıza və bütün müsəlmanlara öz rəhmətinin nazil olmasını arzulayıram. Bəli, amin. Əziz tamaşaçılarımız, arada qısa bir fasilə var. Fasilədən sonra yenidən verilişimiz davam edəcək. Bizdən ayrılmayın. Bəli, əziz tamaşaçılarımız, bir daha xoş gördük sizləri, verilişimizi davam etdiririk. Eldar müəllim, ötən verilişdə təəssüflər olsun ki, vaxtın darlığından bir sualı biz geniş şəkildə cavablandıra bilmədik. İstərdim o sualı yenidən sizdən soruşam. Mübahilə ayəsini bir təfsilatı ilə, həmin o macəranı, hadisəni təfsilatı ilə danışsadı çox gözəl olardı. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəin. İnnehu xeyru nasirin və mu'in. Və sallallahu ala Muhammedin və alihi tahirin. Allah təbarək və teala Qur'an-ı Kərimdə buyurur Ali İmran surəsinin 61-ci ayəsində Peyğəmbərinə buyurur ki, فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تعالوا ندع أبناءنا وأبناءكم ونساءنا ونساءكم وأنفسنا وأنفسكم ثم نبتهل فنجعل لعنة الله على الكاذبين. Buyurur ki, elə ki, İsa Peyğəmbərin barəsində sənə bir sıra məlumatlar verdik ki, demək olar ki, bunların barəsində səninlə Məsihlər mühacə edirlər, höcətləşirdilər, mücadilə edirdilər. Artıq bunları sənə dedikdən sonra onlar bunu qəbul etmirlərsə, haqq sözü qəbul etmirlərsə, sən onlara denən ki, gəlin siz də öz övladlarınızı, biz də öz övladlarımızı, siz də öz övladlarınızı, biz də öz qadınlarımızı, siz də öz qadınlarınızı, biz də özümüzü, siz də özünüzü dəvət edin, ثُمَّ نَبْتَهِلْ sonra mübahilə edək, yəni bir-birimizə qarğış edək, nifrin edək. فَنَجْعَلْ لَعْنَةَ اللّٰهِ عَلَى الْكَاذِبِينَ ki, Allah təbarək və tealadan istəyək ki, kazibə, yalan danışana, yalança lənət etsin. Ötən verilişimizdə dediyimiz kimi, mübahilə Allahın, iki tərəfin biri-birinə Allahın lənətini istəməkdir. Allahın əzabını istəməkdir. Mübahilə sözünü mulağənə sözündən, yəni lənət oxumaq sözündən, lənət arzulamaq
köklü sözdən bilirlər, məna edirlər lüğət alimlərində. Elə bunu da yeri gəlmişkən Azər müəllim, mən burada deyim. Ötən verilişimizdə dedik ki, onlarla Qur'an-ı Kərimdə lənət vardır. Onun bir sıraları kafirlərin barəsində, bir sıraları münafiqlərin barəsində, cəhənnəm əhlinin barəsində, həmçinin Peyğəmbəri və Allahı və Peyğəmbəri əziyyət edənləri, onu incitənlərin barəsində lənət gəlmişdir və çox maraqlısı budur ki, bu lənətlərin təqribən demək olar ki, hamısında tərəddüd əlbəttə məndən də olmasa, əksərində əzab-ı əlim, şiddətli əzab istənilmişdir. Yəni bu lənət deyəndə, düzdür sadəcə belə düşünürük ki, ola bilsin ha. Bu sadəcə bir qarğışdır Allahın rəhmətindən kənar ol. Lənətin də mənası budur. Mübahilənin mənası mülainə deməkdir. Yəni lənət istəmək deməkdir bir-birinə, dediyim kimi qarşılıqlı tərəflər. Lənətin də mənası Allahın rəhmətinin bundan nəfi olmasından, bundan səlb olmasından, bundan kənar olmasını istəməkdir. Zeynə belə gəlməsin ki, lənəti arzulamaq sadə bir şeydir. Xeyr. Demək olar ki, lənət ən böyük qarğışdır. Yəni Allahın rəhməti əgər birindən kəsilərsə, yəni həmin şəxs və ya həmin cəmiyyət məhvdir. Həmin cəmiyyət yox kimidir. Ona görə də Allah təbarək və təala kafirlərə əgər istəyirsə özü bir qarğış etsin və yaxud öz o nə edəcək onlara, onu bizə çatdırsın, buyurur ki, mən lənət edirəm onlara, lənət edəcəm onlara və ya onlara lənət oxuyur. Münafiqlərə həmçinin. Yəni ən böyük deyək, bu yer üzündə olan düşmənlərinə lənət edir Allah təbarək və təala. Buradan bilinir ki, böyük bir qarğışdır bu lənət və eyni zamanda bu dediyim lənət ayələrinin kənarında əzab və əzab-ı əlim kəlmələrinin gəlməsi bildirir ki, bu qarğış əzabla birgədir. Yəni əgər Allah təbarək və təalanın lənəti kənarlarsa, əzab da gələcək. Amma bu mübahilə sözündə bir fərq var lənətlə, yəni tam bu dediyimiz Qur'an-ı Kərimdə gələn lənətlərlə fərq edir. O da bundan ibarətdir Azər müəllim. Misal üçün, cəhənnəm əhlinə Allah təbarək və təala lənət deyir. Təbii ki, cəhənnəm əhli, yəni cəhənnəmdə olan əzablara işarə edir. Və ya münafiqlərə həmçinin. Və ya Allah təbarək və təalanı və rəsulunu incidənlərə. Amma mübahilə artıq bu gedib iki nəfərin biri-birinə Allahdan lənət istəməsidir. Və o mübahilə kəlməsində yəni bu yatıb, bu mövcuddur ki, bunun nəticəsi bu dünyada aşkar olmalıdır. Fərqi buradadır, mülainə ilə mübahilənin. Mübahilədə artıq təkcə bu arzu deyil. Xeyr, bu mübahiləyə gedəndə artıq istəyir Peyğəmbər, elə bu ayənin ki, onun şərin nüzulu, ayə ki, o şərin nüzuluna gəlmişdir, Peyğəmbər Nəcran məsihlərlə mübahilə etmişdir. Orada elə bunu da izah veriblər ki, təkcə boş lənət istəmək deyil, Allahın rəhmətindən uzaq olmaq istəmək deyil və ya Allahın axirət günündə onlara əzab nazil edilmək deyil məqsəd. Təkcə. Bəlkə təkcə məqsəd budur ki, mübahilə etdikdən sonra haqq aşkar olsun. Elə bu dünyada, bu an. Və ona görə də Peyğəmbər Rəsul Əkrəm sallallahu aleyhi və səlləm buyurur, əgər onlar mənimlə mübahilə etsəydilər, and içir ki, Məsihlərdən bir nəfər də yer üzərində, onların tayfasından da bir nəfər də yer üzərində qalmayacaq. Allah təbarək və təalanın əzabı elə nazil olacaqdır orada, yəni an keçmədən. Bəs bir fərqi də lənətlə budur. Biz ötən verilişimizdə dedik, icmal şəkildə bu bir sıra yerlərdə olmuşdur. O cümlədən Nuh Peyğəmbəri misal çəkdik ki, Allah təbarək və təala, yəni əsl nefrin barəsində. Amma müəyyən mərhələləri vardır. Dediyimiz kimi Peyğəmbər onlara istidlal etdikdən sonra, onlara məntiqi sözlər dedikdən sonra qəbul etmirlər. Sonra Peyğəmbər Allahın əmri ilə bu metoddan, bu yoldan istifadə edir. Və həmçinin Həzrəti Nuh əleyhissalam artıq uzun müddət öz ümmətini tövhidə dəvət etdikdən sonra, dinə dəvət etdikdən sonra qəbul etmirlər. Allahdan onlar üçün nifrin edir, onlara əzab istəyir. Bir müddətdən sonra əzab nazil olur. Və ya dediyimiz kimi bu ayələr gəlmişdir. Amma bunu da mən xatırladıram ötən verilişimizdə dedik ki, bu ki bizə göstərir İslam dinində bəzi yerlərdə, nə həmişə ki, belə deyək, bu yaxşı bir iş olsun, xeyr. Bəzi mühüm yerlərdə, çox həssas yerlərdə, o da haqq üstündə. Və haqq da şəxsi haqq deyil, dini haqdır. Baxsaq Peyğəmbər din üstündə, Həzrəti Nuh Peyğəmbər din üstündə
bu işi görmüşdür və bir sıra səhv etmirəmsə imamlarımızın barəsində də bunlar var. Elə ona görə də İmam Sadiq əleyhissalamdan rəvayət də vardır ki, o yerdəki din, İslam xətərə düşərdir. Əgər bu mərhələyə çatarsa dəvət ediblər. İmam Sadiq əleyhissalam da deyir ki, inşallah lazım olsa söhbətimizdə deyərik, bu mübahilənin keyfiyyətini öz səhabələrindən birinə öyrədir. Sonra deyir ki, vəllah, and olsun Allaha. İndiyə kimi görmədim ki, bir nəfər bu keyfiyyətdə bizimlə mübahilə edə. Bəs məlum olur ki, imamlarımız da bəzi yerlərdə bundan istifadə, yəni bununla təhdid ediblər. İstəyiblər və müqabil tərəf bundan çəkinir. Hər halda bu Nəzran məsihləri, əsl macəra bundan ibarətdir ki, Nəzran məsihləri iman gətirmirlər Peyğəmbərə və gəlirlər öz etiqadlarının, Həzrəti İsa əleyhissalamın barəsində olan etiqadlarını deyirlər. Dedik ki, 3 qrupa bölünürdü onlar etiqad baxımından. Bir qrupu İsa'nı Allah bilirdilər, bir qrupu İsa'nı Allahın oğlu bilirdilər, bir qrupu da təslisə qail idilər. Yəni, üçlüyə əqidələri üçlük idi. Ata, oğul, Ruhul Qudus. Allahı qəbul edirdilər və İsa Peyğəmbəri Allah kimi qəbul edirdilər və Ruhul Qudusu Allah bilirdilər. Peyğəmbər bunları inkar edir və bunlar bunu qəbul etmir. Peyğəmbər bunlara dəlil gətirir, qəbul etmir. Allah təbarək və təala nəhayətdə bu ayəni nazil edir. Deyir ki, sən onlara denən, yəni bu səninlə höccət edən şəxslərə, səninlə mücadilə edən şəxslərə, səninlə cədəl edən şəxslərə, öz batil əqidəsindən dönməyən bu məsələlərə denən ki, siz də öz evladlarınızı çağırın, biz də. Əlbəttə, özündən birinci başlayır. Biz də öz evladlarımızı çağıraq. Təaləv nəd'u əbna'əna və əbna'əkum. Nisa'əna və nisa'akum. Biz də qadınlarımızı, siz də qadınlarınızı. Biz də özümüzü, öz canımızdan, özümüzdən olanları siz də. Çağırın, sümmə nəbtəhil. Allah dərgahında biri-birimizə lənət deyək. Fənəcəl lənətəllah aləl-kazibin. Və Allah təbarək və tealadan istəyək ki, öz lənətini kazibə, yalan danışanlara nazil etsin və əzabını nazil etsin. Peyğəmbər bu təklifi bunlara verir və bunlar fürsət istəyirlər və gedirlər öz böyükləri ilə və keşişlərin böyükləri. Bunlar gələn şəxslər də öz dövrələrində, yəni böyük şəxslər olub, yəni sıravi məsihilər, sıralı xristianlar olmayıb. Gedirlər ən böyükləri ilə danışırlar ki, onlar da öz Tövratdan və İncildən xəbərdardırlar. Və o bu məsləhəti verir, deyir, gedin. Fürsət istərlər, müəyyən vaxt qoyurlar, qərarlaşdırırlar. Gedin, görün, əgər o öz peyğəmbərlik iddia edən şəxs bu mübahilə meydanına, bu mülaənə meydanına, bu nifrin və qarğış etmə meydanına öz yaxınları ilə, ailə üzvləri ilə gəlirsə, onunla mübahilə etməyin. Çünki əgər belə olarsa, artıq o həqiqi peyğəmbərdir və dəlilin də deyir. Nə üçün həqiqi peyğəmbərdir? Çünki həqiqətin öz iddiasında həqiqi olmasa ki, Allahın əzab meydanına özünkiləri gətirməz. Və əgər belə olarsa və haqq olarsa, lənət istəyərsə Allahdan, əzab istəyərsə Allahdan, bizim nəslimizdən və kökümüzdən və məzhəbimizdən bir nəfər də yer üzərində qalmayacaqdır. Xeyr, əgər gördünüz öz səhabələrin, ümmətindən digər adamları gətirib, belə başqa söz verəcək, hayhuyla gəlib, səsküylə gəlib, onda eybi yox, qorxmayın. Bilin ki, bu haqq deyil, onlarla mübahilə edin və razılaşmayın onunla. Bunlar gəlirlər qərar qoyduqları gün, qərar qoyduqları yerə. Görürlər ki, Peyğəmbər 2 nəfər uşaq qabaqda, Peyğəmbərin qabağında və dalıca Peyğəmbər, onun dalıca da Həzrəti Əli əleyhissalam, Həzrət Zəhra salamullah əleyha gəlir. Qabaqda gələn uşaqlar dediyim kimi İmam Həsən, İmam Hüseyin, Peyğəmbər, Həzrəti Əli, Həzrəti Zəhra. Əlbəttə soruşur da bəzi rəvayətlərdə. Mən bu dediyim rəvayətlər belə bir rəvayətlərdir ki, təkcə Şiə məzhəbinə aid deyil. Sünnilərin də əksəriyyəti mən burada ciddiyyətlə deyiləm. Mötəbər mənbələrdə bunu, bu Əhl-i Beytin olmasını, yəni o mübahilə meydanında Əhl-i Beytin olmasını təkid edirlər, bildirirlər. Baxmayaraq ki, çox az şəxslər
bir sıra şübhələri irəli sürürlər. Lazım olsa vaxtına çatsa onlara da işarə edərik. Hətta bəzi rəvayətlərdə soruşur bu kimdir? Deyir o peyğəmbərin yeznəsidir. O uşaqlar kimdir? Peyğəmbərin nəvəsidir. O xanım kimdir? Peyğəmbərin qızıdır. Çəkilirlər dadı. O Oskofun, keşişin dediyi yadlarına düşür. Və peyğəmbərlə mübahisə. Hətta peyğəmbər deyir ki, orada eşidirlər ki, peyğəmbər deyir ki, ey mənim balalarım. Haulai əhli. Hə, əhli. Deyir ki, onlara mən hər nə dua etsəm siz amin. Amin deyin. Bunu eşidirlər, çəkilirlər kənara. Sonra razılaşırlar orada peyğəmbərlə ki, sülh edirlər və müqavilə bağlayırlar, biz cizyə verək. Bir növ maliyyədir ki, əhli kitabın, kafirin İslam torpağında qalırsa, lazımdır onun bütün qanunlarını qəbul etsin, əgər dinini də qəbul etməsə və müəyyən bir maliyyəni də ödəsin orada. Bir növ o torpaq haqqı kimi, yaşayış haqqı kimi ona da ödəsin. Müəyyən şəri məsələləri vardır, şəri hökmləri vardır, bu öz yerində. Burada bununla belə İslamı yenə qəbul eləmirlər. Bəli, onunla çox təəssüflər olsun, yenə də İslamı qəbul etmirlər. Peyğəmbər də bunlarla razılaşır. Amma burada bir neçə nöqtə var, mən onlara yəni çoxdur Azərbaycan. Həqiqətən ciddi bir şəkildə deyirəm. Bunu mətləb çoxdur. Yəni bir-iki verilişlik də deyil bunun üzərində çalışan, danışanda. Burada sonra peyğəmbər görür, düzdür onlar qəbul etmədi. Amma bir miqdar sındılar. Bir miqdar bu mübahilədən çəkindilər, qorxdular. Təbii ki, ən azı öz haqq olmaqlarında şəkk etdilər və peyğəmbərin haqq olmaqlarında şəkkə düşdülər. Qabaqcadan qətiyyət deyirlər, indi şəkkə düşdülər. Yəni, haqqa tərəf yönəldilər. Peyğəmbər bu fürsətdən istifadə edib digər formada onlara müraciət edir. Çox gözəldir. Elə Ali İmran surəsinin bu 64-cü ayəsində gəlmişdir. Allah təbarək və təala buyurur, Əuzu billahi minəşşeytanirracim, Qul ya əhləl kitab, təaləv ilə kəlimətin səvain beynina və beynəkum, əllə nə'budə illəllah, və la nüşrikə bihi şey'a, və la yettəğzə bə'zna bə'zən ərbabən min dunillah. Çox gözəl məntiqli bir sözdür. Elə ki, bunlar qəbul eləmirlər İslamı. Mübahiləni də qəbul etmirlər. Bu nifrini də qəbul etmirlər və Peyğəmbər başqa bir mərhələyə düşür. İndi ki, siz bunu qəbul etmirsiniz, eybi yoxdur. Ən azı və iddia edirsiniz ki, biz tövhid əhliyik. İddia edirsiniz ki, yəni zahirdə biz kitab əhliyik. Bəli, Məsihin kitab gətirməyini və onun haqq peyğəmbər olmağını biz də Quranımızda, bizim Quranımızda da gəlmişdir. Və mən onu peyğəmbər kimi təsdiq edirəm. Və o peyğəmbər kimi mənim peyğəmbərliyimi müjdə verib. Lakin sizin bu günləri etiqadınız təhrif olunmuşdur. Bu düz deyil. Ən azı gəlin. İslamı ki qəbul etmədiniz. Mübahiləni də qəbul etmədiniz. Ən azı gəlin o müştərək olan ünsürlərdə bir olaq. Və ən azı gəlin bu tövhidə ləkə vurmayaq. Çox mühüm sözdür. Birinci buyurur ki, bunları mübahiləyə dəvət et. Sonra nə buyurur? Mübahilədən əl çəkirlər. Qul ya əhləl kitab. Ey əhli kitab. Üzün tutur Məsihilərə, hətta üzün tutur Yahudilərə. Təaləv, gəlin, ilə kəlimətin səvain beynina və beynəkum. Gəlin bizim aramızda olan müştərək və bərabər olan kəlmə üzərində, tövhid üzərində birləşək. Əllə nə'budə illəllah. Allahdan başqasına ibadət etməyək. Allahdan başqasına pərəstlik etməyək. Və la nüşrikə bihi şey'a. Və şərik qoşmayaq Allah təbarək və təalaya. Burada Azər müəllim çox zərif nöqtələr vardır və istəyir deyək ki, əgər tövhid iddiası edirsiniz, tövhidi ləkələməyin. Razılaşdım ki, sizin mənim dinimi qəbul etməyəsiniz. Amma ən azı mənim dinimdə olan ən böyük əsl ki, həqiqətən dinin əslidir. Tövhid heç olmaya onu ləkələməyin. Gəlin bu tövhiddə heç olmaya bir olaq. Siz ki, İsa Peyğəmbəri Allahın oğlu bilirsiniz və ya Allah bilirsiniz. Siz ki, təslisə və üçlüyə qaid olursunuz və siz ki, müşriksiniz. Heç olmaya Allaha şərik qoşmayaq. Heç olmaya bunları tövhid məsələsində, tövhid kəlməsində bərabər olaq. Bəli. Eldar müəllim, çox üzr istəyirəm. İnşallah biz ayənin bu gözəl izahını fasilədən sonra eşitmək istərdik. Əziz tamaşaçılarımız, qısa bir aradan sonra verilişimiz davam edəcək. Bizimlə qalın.
Bəli, əziz tamaşaçılarımız, bir daha xoş gördük sizləri, verilişimiz davam edir. Eldar müəllim, buyurun siz ayəni izah verin. Bəli, Azər müəllim, mən bunu istəyirdim deyəm ki, Qur'an-ı Kərim bizim üçün artıq böyük bir qanundur. Bunu heç kim inkar etmir. Hətta Qur'anı qəbul etməyənlər də bilir ki, Qur'an bizim ülkümüzdür, Qur'an bizim qanunumuzdur. Qur'an nə desə biz onun yolu ilə getsək, yəqin ki, xoşbəxt olarıq, səadətə yetişərik. Və hər bir ayəsi və hər bir kəlməsi bizim üçün ibrət öyrədir, ibrət verir bizə. Onlardan biri də elə bu mübahilə ayəsidir ki, bunun Ali İmran surəsinin 61-ci ayəsi və dedim 64-cü ayəsində artıq Allah təbarək və təala Peyğəmbərə buyurur ki, elə ki, bunlar bunu qəbul etmədilər, sən de, heç olmaya eybi yoxdur, siz ki, öz dininizdə qalmaq istəyirsiniz, heç olmaya o dininizin xalis hissəsində qalın. O xalis hissəsini ləkələməyin. Bununla ki, bizim etiqadımıza görə də innə din əndəllah əl-İslam, bütün dinlər İslam dinidir. Fəmən yəbtəği qeyrəl İslamı dinən fələn yuqbələ min. Əgər İslam dinindən başqa bir dinlər hər kəs qəbul edərsə, qəbul olmaz. Əsl din İslam, bu onu göstərir ki, bütün dinlər arasında İslam dini kimi gəlmişdir, saf din kimi gəlmişdir və o tövhiddir. Yəni tövhidi işarə edir. Gəlin o tövhiddə düzgün qalın. Əllə nə'budə illəllah. Allahdan başqasını gəlin ibadət etməyək. Və la nüşrikə bihi şey'a. Gəlin ona şərik qoşmayaq ki, siz İsa Peyğəmbəri Allah bilirsiniz, Ruhul Qudüsü Allah bilirsiniz. Əsl Allaha, o vahid Allaha, o əhəd Allaha siz onu şərik qoşursunuz, belə etməyin. Bunu istəyirəm mən bundan istifadə edəm. Azər müəllim, bu günləri hətta bizim təəssüflər olsun və çox təəssüflər olsun ki, öz dinimizin daxilində, elə ki, biz bunun dinimizin daxilində də bu ayədən istifadə edək. Müxtəlif məzhəblər var. Hər məzhəb özünü də haqq bilir. Mən bununla da işim yoxdur və artıq mən heç istəmirəm buradan deyəm də ki, yəni çoxlu da demişik, deyək ki, bəli, gəlin siz bu haqq məzhəbi qəbul edin. Onunla işimiz yoxdur, onlar yerində deyilib, lazım olan yerlərdə deyilməlidir. Mən ən azı bunu istəyirəm deyəm. Əgər həqiqətən o dininizdən, o məzhəbinizdən dönmürsünüz və onu haqq bilirsiniz, eyb yoxdur. Amma gəlin bu müştərəkata ləkə vurmayın. İslamın o əsl gözəlliyinə, əsl o sağlamlığına ləkə vurmayın. Bir sıra təəssüflər olsun, məzhəblər vardır ki, yəni tam dinin zəruriyyəti ilə müxalifət edirlər. Tam dinin zəruriyyəti ilə əks gedirlər. Hər bir bəhanə üzündən insanları müşrik bilirlər. Hətta insanları, necə deyim, yəni bu ki deyirəm, yəni bu dəqiq bir məlumatdır və istəmirəm artıq deyəm ki, gözümlə gördüyüm bir sıra məsələlərdir. İnsanların heyvan kimi başlarını kəsirlər. Yəni bu, halbuki bizim dilimizdə Peyğəmbər canlı, bütün canlılara bizim dinimizə ehtiram qaildir, ehtiram qoyur. Hətta Məkkə fəthinə siz müraciət edin ki, icazə verməyin Peyğəmbər Rəsulü Əkrəm sallallahu aleyhi və səlləm ağacları kəssinlər, çünki ağacların canı var. Hansı dəlillə? Yəni, bu bizim dinimizdir. Ən böyük terörist kimi, ən böyük çirkin bir din kimi tanıtdırırsınız siz İslam dinini. Mən üzümü onlara tuturam, o məzhəblərə tuturam ki, yəqin ki, hələ öz payını burada alacaqdır. Gəlin, baxın İslama. Bu günləri hətta mənim işim yoxdur hələ alimləri ilə. Mümkündür, Azər müəllim, alimlərin özü üçün dəlillər olsun. Amma bir sıra şəxsləri görürük, 3 il, 5 il əllərinə kitab götürüb dərs oxuyurlar və digərlərindən təqlid əsasında elmi tədqiqatlarda müəyyən nəticəyə yetişməyib. Mən istəmirəm deyəm ki, müəyyən vasitələrlə maddım, heç xeyr. Amma gözü bağlı bir sıra o atmosferə düşməklə əlinə Quran götürüb, bir sıra cihad ayələrini, bir sıra şirk ayələrini əlinizdə götürəsiniz və mikrofon götürüb car çəkəsiniz ki, filan kəslər müşriklərin qanı belədir, elədir. Xeyr, belə deyil. Bizim, Azər müəllim, İslam dinində, əgər biz istəyirik deyək, müəyyən şey haramdır, hər hansı bir şey halaldır, hər hansı bir şey vacibdir, böyük hesablar, böyük dəlillər, böyük, necə deyərlər, ictihadlar lazımdır ki, bir çox yerlərdə ehtiyat edirik. Deyə bilmirik ki, hər hansı bir şey vacibdir.
İslamda insanın qanına böyük ehtiram. Hətta baxın məzhəbi, müqəddəs məzhəb, Şiə Cəfəri məzhəbində baxın hər bir yerdə biz eləyə bilmərik mürtəd. Hələ mənim işim yox digər firqələrlə. Bir şəxsin mürtəd olmasını sabit etmək üçün nə qədər dəlillər lazımdır? Ta ki onun irtidadı sabit olsun, o hökumət tərəfindən və məhkəmə tərəfindən qətlə yetirilsin. İslam dinində ümumiyyətlə bu qan və namus bəhsi çox mühüm rol oynayır. Və bunu da burada əlavə edim. İslam dininin hökmləri üç hissədən ibarətdir. Bir sıralarında Allah Təbarək və Teala çox sadə və sətir keçir üzərindən istəmir insanlar orada çətinlik çəksin. Nəcasət və təharət bəhsidir. Lazım deyil insan, yəni bu nəcasət bir şeyin pak olmasında, nəcis olmasında zahiri yollarla bizə kömək edir və çox dərinə getməyə icazə vermir. Məsləhət də görmür dərinə gedək. Bir sıra işlər var ki, bəli, ortaqdır orada. Normal həddə çalışmağa, normal həddə axtarışa, o da tövsiyə edir, halal-haram bəhslərdir. Amma bir sıralarında çox şiddətli formada, əgər şəkk edərsənsə, əlini götür deyir. O da namus və, hansı məsələdir? Namus və qan məsələsidir. Erz və dəm. Burada artıq ən kiçik şübhə hökm aradan aparır. Bu İslam dinidir. Mən istəyirəm deyəm ki, insafa yol vermək lazımdır. Gəlin bu müştərəkatda İslamı ləkələmək. İslam dini insanları mehribanlıqla dinə dəvət edib. İslam dini əgər bir şəxs batil də olubsa, hətta həqiqi batil də olubsa, onlara icazə verib yaşasınlar həyatda. Onlara icazə verib öz dininizi qəbul edin, amma gəlin müştərəkata ləkə vurmayın. Müştərəkata ləkə vurmayın, qoyun kənara. Lazım deyil, yəni bu cürə hər bir zahiri bir şeylərdən, yəni Quranın zahirinə. Quranı 20 illər oxuyanlar Quranı oturub istidlal etməyə, Qurandan nəticə götürməyə gücləri çatmır. Yəni belə deyil ki, biz iki kəlmə ərəb dilini öyrənməklə Quran-ı Kərimdə nə gəlib biz onları düzgün düşünək. Və kör-körana müəyyən kitabları, batil kitabları oturub həm özümüzü zəlalətə uğradaq və həm digərlərin zəlalətə uğradaq. Mən bunu tövsiyə edirəm bu qruplara ki, ən azı oturub fikirləşsinlər və çalışsınlar. Yəni bunun inşallah ki, yəni haqq batildən bir gün ayrılacaqdır və buna diqqət etsinlər. Ən azı görsünlər, bu ehtimal yeridir ya xeyr, şək yeridir ya xeyr. Ya həqiqətən elə bir qətiyə yetişiblər ki, heç də yəqin bu yəqinlə və həqiqətlə və vaqiyyətlə müxalifət etməyəcəkdir. Və bu mübahilə ayəsində bir zərif məsələlərdən biri də bundan ibarətdir ki, orada həm onların uskofları, keşişləri bunlara demişdir ki, əgər baxın, görün ki, özlərindən gətirdilər, öz əhl-i beytin, öz ailəsini gətirdi. Bunlarla mübahilə etməyin, bunlarla qarşılıqlı nifrinə gəlməyin, çünki o haqdır. Həm Peyğəmbərin əməli bunu göstərir ki, nəhayət dərəcədə İslamın həqqaniyyətini göstərir. Yəni, əgər bu haqqı olmasaydı, öz əhl-i beytini əzab meydanına gətirməzdi. Düzdür, bu ayə mən ötən verilişimizdə dedim ki, müəyyən yönlərdən baxmaq olar, müəyyən yönlərdən danışmaq olar. Bir baxımdan Həzrət Əleyhisselamın vilayətinə də işarəsi var. Əhl-i beytin məhbubiyyətinə və Peyğəmbərin canından olmasına, onun ən yaxın şəxsləri olmasına işarə edir. Heç kim inkar edə bilməz və şübhə yeri yoxdur. Amma bir baxımda da bu Oskofun dediyi, keşişin dediyi sözü canlandırır burada Allah Təbarək və Teala. Yəni, göstərir ki, həqiqətən burada bəhs atifə bəhsidir. Bəhs eşq bəhsidir. Bəhs məhəbbət bəhsidir ki, Həzrət həqqaniyyətinə o qədər inanıb ki, Peyğəmbər öz övladlarını gətirir. Bunu nə ilə bildirir? Bunu bununla bildirir. Buyurur ki, birinci övladları qabağa salır. Nəd'u əbna'ana və əbna'əkum. Öz oğullarımızı gətirək, övladlarımızı gətirək. Sonra qadınları. Nisa'ana və nisa'əkum. Qadınlarımızı, siz də qadınlarımızı. Axırıncı özünü. Ənfusəna və ənfusəkum özünüzü. Burada bir sıra böyük dahi şəxsiyyətlər, təfsir alimləri
çox gözəl mətləblərə işarə edirlər və buyururlar ki, bu həqiqətən Allah təbarək və təala insanın o qəlbində, insanın fitrətində həm öz övladına və bir məhəbbət qoyub və həm öz ailəsinə, o xanımlara nisbət bir qeyrət qoyub ki, insan hazırdır, şəxs, o ailənin başçısı, hazırdır hətta öz canından, öz həyatından keçsin, onların həyatını xilas etmək üçün. Amma heç vaxt hazır deyil öz həyatının xilas olmağı üçün onların canından istifadə etsin və onların canını təhlükəyə atsın. Və bu eşq və məhəbbət və atıfə mərhələsində də övlad qadına müqəddəmdir. Həyat yoldaşına misal üçün müqəddəmdir. Burada söhbət təkcə Peyğəmbərdən getmir, təkcə bir insandan gedir. Orada ona görə də birinci övladları salır qabağa. Öz əbnaəna. Nazır müəllim, mən xahiş edirəm, bu sözə diqqət olunsun. Çox zərif nöqtəyə işarə edir Quran. Düzdür, Həzrəti Zəhra səlamullah əleyha Peyğəmbərin övladıdır. Amma biz inşallah deyəcəyik, ayə ümumi bir qanun göstərir. Ümumi bir baxımdan istəyirəm deyəm, mətləb göstərmək istəyir. Bu mübahilər qalsın bir kənara. Yəni, övlad atifə baxımdan qabaqdadır. Sonra o övladın anası, sonra o övladın atası. Övladın atası razıdır öz həyat yoldaşının və övladların canını xilas etmək üçün öz canını qurban versin. Burada həmçinin bu tərtibi riayət edir ki, atifə və məhəbbət baxımından razıdır ki, atifə və məhəbbət baxımından övladları öz həyat yoldaşına müqəddəmdir. Bilmirəm nə həddə övladların həyat yoldaşından çox istəyir. Çox istəyir. Yəni bu bir dənə həqiqətdir. Yəni baxmayaraq ki, ola bilsin, bəli, burada əksinə qalanda ənfüsənadan məqsəd Həzrət Əli əleyhissalam və Peyğəmbərdir. Həzrət Əli əleyhissalamdır. Nisaənadan məqsəd Həzrət Zəhradır, salamullah əleyhə. Əbnaənadan məqsəd Həzrət İmam Həsən və İmam Hüseyndir, salamullah əleyhimə. Yəni, mərtəbə baxımından Peyğəmbər Həzrət Əli əleyhissalamla müqəddəmdir, Həzrət Zəhra əleyhissalamla salamullah əleyhədən müqəddəmdir. Və Həzrət Zəhra salamullah əleyhə bunların anasıdır. Amma tərtib Quran-ı Kərimdə əksinə gəlib, bu atifəni, bu məhəbbəti göstərmək istəyir. Və bu nəyi bildirir? Bu onu bildirir ki, Peyğəmbər Rəsulü Əkrəm sallallahu aleyhi və səlləm bu mübahilə meydanına ən yaxınları ilə və öz canı ilə, öz ürək parası ilə gəlmişdir ki, yəni baxın görün mən öz həyatımı, nəinki öz həyatımı, öz övladlarımın da haqq yolunda qurban olmasına razıyam. Yəni öz hədəfinə böyük imanı olduğun və öz hədəfinə böyük imanı olduğu üçün yəqin bilir ki, bunlar Allahın əzabına düçar olmayacaq. Bəs tam arxayınçılıqla bunu gətirib və məhz bu məsihlər bunu bildiyi üçün öz bu mübahilədən əl götürürlər və kənara çəkilirlər. Bəli, çox elə maraqlı bir, insanın zehnində maraqlı bir sual da yaranır ki, nədən burada, nəyə görə burada məsələn əbnaənəni, nisaəniyə məsələn qabaq saldı, yəni müqəddəm elədi. Təşəkkür edirəm ki, bu sualı da gözəl şəkildə cavablandırdınız. İstərdim növbəti suala keçəm. Bu mübahilə məsələsi Peyğəmbərdən qabaq, yəni İslam dinindən qabaqki dinlərdə də olub, yoxsa yalnız İslam dininə aiddir, Peyğəmbərə məxsusdur bu mübahilə? Bu, ümumiyyətlə tədqiqat nəticəsində belə demək olar ki, xeyr, bu şəkildə bu mübahilə, bu nifrin etmək... Məsələn, çox üzr istəyirəm, siz biraz öncə ayə oxudunuz Nuh Peyğəmbər əleyhissalamdan, ya başqa Peyğəmbərlərin, dedi ki, onlarda da məsələn lənət məsələsi var. Lənət olub. Bir tərəfli olub. Bəli, nifrin formada, bu şəkildə. Bəli, bir tərəfli olub və mümkün də ehtimal olsun ki, həm digər dinlərdə və hətta Peyğəmbərin bu şübhədə ola bilər ki, ola bilsin ki, hətta Peyğəmbərin öz vaxtında, biz bilmirəm bunu demişik, deməmişik, mübahilə... İmam Sadiq əleyhissalamın rivayətiniz var ki, mübahilə eləyin siz. Bəli. Ümumi mübahilə eləyin. Bu, inşallah buna da işarə edərik. Bu, yəni bundan qabaq, biz söhbət edirik Peyğəmbərdən qabaq, bu şübhə ola bilər ki, Peyğəmbər Rəsulü Əkrəm sallallahu aleyhi və səlləmin vaxtında hətta
Çünki bildiyiniz kimi mübahilə ayəsi Hicrətin 9 ya 10-cu illərində məşhur nəzərə görə, baxmayaraq ki, bir sıralar Hicrətin 1-ci ilində nazil olmasını deyirlər. O məşhur nəzərə görə dediyim kimi Hicrətin 9-10-cu illərində nazil olmuşdur. Yəni bu hadisə o vaxt baş vermişdir. Mümkündür zehnə gəlsin ki, yəni ərəblərin arasında bu mod olsun, bu bir dəb olsun, bu bir yayılmış bir məsələ olsun və Peyğəmbər də gəlsin bu metoddan istifadə etsin. Xeyr, tədqiqat əsasında bunu demək olar ki, Peyğəmbərin yəni o zamana qədər belə bir şey olmamışdır və birinci dəfə Allah Təbarək və Təalanın əmri ilə bunu Peyğəmbər icra etmək istəmişdir. Məxsusən Peyğəmbər bu ayədə nəftəli kəlməsindən istifadə olunub. Amma o birisi ayələrdə bitərəflidir və lənət kəlməsi. Tamamilə onlar bəli Həzrəti Nuhun vaxtında və əgər bundan qabaq hər hansı Peyğəmbərin vaxtında biz bu lənət məsələsinə, nifrin məsələsinə gözümüz sataşırsa və bunu görürüksə, bunlar bu şəkildə deyil. Ola bilsin, yəni bu qabaqcadan qərarlaşmış şəkildə, yəni mən bunu tam qətiyyətlə demirəm. Ola bilsin, haradasa belə bir, buna oxşar bir şeylər baş versin, amma bu şəkildə dəvət olunmaq və bu formada Allah Təbarək və Teala'dan əzab nazil olmağını istəmək Peyğəmbərin vaxtında, birinci dəfə dediyim kimi, yəni Peyğəmbərin vasitəsilə Allah Təbarək və Teala'nın əmri ilə icra olunmaq istəmişdir. Düzdür, dediyimiz kimi Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında birinci dəfə olub və bu ayə Peyğəmbər Rəsul-i Əkrəm sallallahu aleyhi və aid olub onun barəsində. Amma bir sıra ola bilsin, yəni bu formada da suallar ola bilər ki, bu günləri necə, bu günləri mübahilə etmək caizdir, caiz deyil. Nifrin etmək dediyimiz kimi, bu ötən verilişimizdə də, həmçinin bu verilişin əvvəlində də dediyim kimi, müəyyən şəraitlərlə, həssas yerlərdə, mühüm yerlərdə, müəyyən mərhələlərdən sonra bəli etmək olar, amma onu elə ən birinci vasitə kimi xeyr, istifadə etmək düzgün deyil. Yəni bu tövsiyə olunmur İslamda, amma bu müəyyən metodlar, mərhələlər keçdikdən sonra bundan istifadə etmək olar. Amma mübahilənin necə olub olmamasında belə nəzərə gəlir ki, baxmayaraq ki, mübahilə ayəsi Peyğəmbərə aiddir, amma bir sıra rəvayətlərdən istifadə olunur ki, bunu etməyin eybi yoxdur. İnşallah bunun barəsində əlbəttə danışmaq. Bu həssas və əhəmiyyətli şəraitlərdə əgər məsləhət gələrsə, bəli, bunu mübahiləni hətta bu keyfiyyətdə icra etməyin eybi yoxdur. İmam Sadiq əleyhissalamdan bu arada rəvayətimiz var və digər maniyələr də bu barədə görükmür. Yəni hətta maniyə də olmasa, yəni bunun əsl, yəni bu rəvayət də olmasa, bunun əsl icazə verilməsinə və bu ayənin Peyğəmbərə aid olmasına baxmayaraq heç bir maniyə yoxdur yəni bunun üçün. Yəni Allahın düşməninə nifrini istəmək, haqqı sabit eləməyin yollarından da biri budur və xalq arasında da normal qəbul olunur. İnşallah biz gələn verilişlərdə bu barədə geniş şəkildə danışarıq. Təəssüf olsun ki, artıq verilişin sonuna gəldik, çatdıq Eldar müəllim və bir daha sizə dərin və böyük minnətdarlığımı bildirirəm bizim dəvətimizi qəbul edib gəldiyinizə görə. Dəyərli tamaşaçılarımız, bu saata ayrılan vaxt artıq başa çatdı və mən bir daha siz əzizlərin diqqətinə görə sizə təşəkkürümü bildirirəm. Sağ olun, sağlıqla qalın.